Əziz dostlar, hər vaxtınız xeyir olsun. Mən Vüsal stili hər bir kəsi salamlayıram. Əziz dostlar, bir şey nəzərdə çatdırın. Əziz həmkarlarım, yaxın əyləşək. Sizə şad xəbərim var. Rusiyada həmkarımız inşallah Rəşad bəy bir günləri səsləndi mənə. Full salondur. Əgər Rusiyada, Moskvada kim işləmək istəyirsə, registrasiyasına gəlir, yol pulsuna qədər, aeroportdan götürürlər. Allah'ın köməyinə oraya qədər, qalmağına qədər, yeməyivə qədər bütün hər bir işi təmin edir. Əziz həmkarlarım, inşallah Rəşadın videosunu təqdim edəcəm indi. Özü də çıxış edib həmin salonda, həm orada həmkarımızdır, özü işləyir, həm də oranı idarə edir. Əziz həmkarlarım, kim Rusiyaya getmək istəyirsə, sənətini Moskvada davam eləmək istəyirsə, müraciət eləsin mütləq şəkildə. Mən sizə o şəraiti qururam inşallah. Buyurun, Rəşadın videosu gəlir Rusiyadan. Salam gözəl xalqım, gözəl millətim, gözəl əziz qardaşım, Vüsal stili, gözəl sənətkar, gözəl insan. Qardaşım, mən buradan sənə səslənirəm. Bilirəm, səndə var o istedad. Qardaşım, mən ikinci salonumuzu açmışam inşallah. Topqan Barbershop. Mənə ustalar lazımdır. Mən bilirəm, sənin əlində çox tanışım var, çox ustalarım var. Qardaşım, mənə 3 nəfər səliqəli, qəşəng usta lazımdır. Salonumuza gedək göstərim. Ustaların nəzərinə. Burada Azərbaycandakı kimi həm çöldən kimsə gəlib yazıla bilər, həm administratorımız var, xanım Vasilina. Bura zəng edirlər klientlər, onlarla danışırlar, iyi yazılırlar. Bir də ki, yazıla bilərlər, həm verir administrator çay, kofe, bir də zapis var. Belə internetlə yazılırlar. Bax, hal-hazırda zapislərimiz polnudur, hal-hazırda 2 dənə ustamız işləyir, polnu zapisdir, gördüyünüz kimi. Gedək salonun içərisini göstərim sizə. Burada gözləmə 2 dənə divarımız var, klientlərimiz əyləşə bilər, PlayStation 5 var, televizor, PlayStation. Hal-hazırda bir dənə ustamız işləyir, buradadır. 1, 2, 3, 3 dənə yerimiz boşdur. Burada da mən özüm işləyirəm, şəxsən. Bura gəlmək istəyən ustaların nəzərinə. Birinci qəşəng, əgər dil bilirlərsə, lap əla, lap gözəl. Dil bilmələridir, əl səliqələridir. Pul qazanmağı ustanın əlindən asılıdır, özünüz bilirsiniz. Bərbərlər hamısı işləyir, bilirlər. Bərbər birinci öz əl işinə görə pul qazanır. Burada da saç kəsimləri sizin Azərbaycan pulu ilə 20 manatdan başlayır, 70 manata qədər gedir. Yəni, mən hal-hazırda özüm ustayam, özüm işləyirəm, mənim saç kəsimim 70 manatdır. Vüsal qardaşım, Vüsal stili, gözəl sənətkar. Qardaşım, sənin göndərdiyin ustalarımız birinci salonumuzda işləyir. 4 nəfər ustamız var. Biri İmişlidəndir, biri elə Xırdalandandır, elə Vüsalın elə tələbəsidir. Xırdalandan hal-hazırda işləyir. Biri İmişlidəndir, biri Gəncədəndir, hal-hazırda işləyirlər. Burada gələn çıxan ustalarımızın nəzərinə, mən onların dokument işidir, eləyirəm. Azərbaycandan gəldilər, aeroporta qədər gəlib, qardaşım onu gətirib yola salacaq. Aeroportdan gəldi Moskvaya, oradan mənim tanışlarım var. Oradan gələcəklər Petropavlovsk-Kamçatka şəhərinə, Topqan Barbershop, burada işləyəcəklər. Hal-hazırda bu gördüyünüz salonumuzda işləyəcəklər. Ustaların evin eləyəcəm, dokumentini eləyirəm, registrasiyasını eləyəcəm, hər bir şeyini eləyirəm. Bura gəlib çıxan ustalar tanımırlar, bilmirlər, yəni qorxa bilərlər, o şeylərdən narahat olmayın. Mən hər bir şeyinizi eləyəcəm. Mənə sadəcə ustanın lazımdır əl işi, gözəl sənətkar. İşi bacarırsınızsa, diliniz varsa pul qazanacaqsınız. Ola bilər ki, aya qazana bilərsən 2000, ən aşağısı 2000 qazanacaqsan, onu 100%. Mən səni köməkli eləyəcəm birinci, ikinci ayları. Amma qalan 4-5 aylarda bilirsiniz də usta bərbər elədir, işlədikcə əl işivə görə. Klient qırxacaqsan, qaydacaq abratını, klientlərin yığılacaq, çox qazanırsan. Yəni, ən aşağısı 2000-dən başlayacaqsan, yuxarısı getdi sənin əl işindən asılıdır. Ola bilərsən, 5000 də qazana bilərsən. Yəni, özün hesablada 70 manatdan baş qırsansa, 50% da işləyəcəksən, qardaş. Bir dənə başı qırtın, 35 manat cibindədir. Hər şeydən təmiz. Mən çisti işləyib, qoyursan 35 manatı cibivə. Söyə qardaşım, Vüsal stili, qardaşım, görürsən, bax, hal-hazırda salonumuz budur. Yəni, kim gəlmək istəyirsə zəng eləsin və yaxud da yazsın.